Bugün keçirik. Buralara baxın. Her şey qaltıma qarışıq. Gəldik yeni evə. Hər yer belə. Video çəkirəm. Uşaqların otağının əşyaları buraya yerləşdirilib. Bura kravatın bazası hələ ki qoldu. Qarşılayacaq. Televizor taxılacaq divara. Herkese salam. Yeni evdən hər kəsə salam. Axır ki köçdük. Yeni dostlar başlayıram. Baxın buralar. Bu halda bu aminin beşiğidir. Yığılacaq. Mebel ustası gəlib quraşdıracaq. Yavaş yavaş artıq yeni evi yığırdıraq. Birlikdə. Deməli, oy. Vlog çəkirəm. Vlog çəkirəm. Deməli burada mənim otağım. Buralara baxın. Buralara baxın. Hayatıma qarışıq. İndi bir başlayaq dostlar. Dənə işığı. Aha, bu işıq daha yaxşı göstərir. Başlayaq çəkməyə. Yerləşdirim. Bilməm sizə də görürsünüz. Naz! 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 Padişahın kesildi. Tam seynedi. Deməli dostlar, bu Megastor'da endirmə düşmüşdü. 2 dənəsindən 6 manat almışam. Biri 3 manat gəlmişdi. Silikon padişahları pis deyil, yaxşıdır. İki bu kardeşkalardan onun için almışam. Uşaqlara bir de özümüzə almışam. Bizim silikon padişkalı silikonu pis günə qalmışdı. Açıq gözlədim ki, rəyimlərə gedirəm zaten hər şeyi yeniləyərəm. Yenilədim. Gedib bunlardan 4 tane de alacağım. Çünki endirim hər fakirisi kitabım eləmir. 4 tane de alacağım bunlardan. Olacaq yaşam kitabı. Baxın. Deməli dostlar, holkaları edib belə almışam. Mənim baxın, bizim işləməyib holkaları belədir. Mən palta giyən yerim buradadır. Bu 2 dənəsi isə belə asılqanlıdır, digər tərəfdə belədir. Baxın, yəni bu tərəfdə belə bu formadadır. Yəni mənim paltar ən çox asılqanlı yerdən istifadə üçün zakaz eləmişdim. Çünki mənim asılqanlı paltarlarım daha çox olur. Gündəlik geyimləri qatdağı vəziyyətdə qoyuram. Evdə geyindiklərimi, amma belə geyən paltarlarımı və şıqqadan asıl. Bunlar gündə ev paltarlarını yerləşdirək. Amin. Buna bakın yenir. Bu uşağın ayağı inanılsız ki yer görmür. Vallahi görmür. Bence böyle. Amin.
Neyirsən paşam? Neyirsən paşam? Neyirsən atam canım? Evet dostlar, ben paltarlarınıza da ayırmak kararına geldim. Hani ki biraz yağacağım. İnanırsınız ki çok katma karışıktı. Ama inanırsınız çok qəşəng olacaq da indi. Buraya elə bir ki çəhrayı xalçam var idi. Bunu bura açdım uşaqların otağı üçün. Bu da ləkəsi düşüb ya da yanıb. Nədən yanıb bilmirəm. Belə bunların işıqlarında belə almışam. Yəni bunlar xunama getməlidir. Prosta xunamda yer yoxdur. İndi boy ustası gəlir. Bura boylanır yenidən. Son halını paylaşacağım. Hələ ki buralar qarışıq. Amma bura bir spanidir. Hələ ki yoldaşımın babası üçün buranı eləmişik. Yəni bura həm qonaq gələndə həm yatmaq üçün hələ ki yoldaşımın babası üçün bunu başlıqsa quraşdıracaq burada. İnşallah yaxşı olacaq. Hələ ki belə yığıram. Bu da mənim aslan. Burada çox rastinalar bir yer yox deyə bilirəm. Burada da belə adiləyim. Belə qarışıqdır. Mən dolabları yığdım. Belə bu formada. Sonra bura mənim dolabım. Bu formada. Burada Adilin dolabı. Paltarlar hələ ötürüləcək sadəcə yerini bilmək üçün. Qoymuşdum. Otaq deməklər boşaldı. Yanımsı üzlənəcək, keçiriləcək. Mebelin üstünə yığılacaq. Yəni taxtın zaten döşəkləri zaten elə qoyulmayıb da. Bu nə baxın, bu nə baxın. İnanırsınız ki, saat 10'u yarısı. Hemen tek mətbəxdən elə belə hələ bitirdim. Belə ki, belə bir xalçam var idi, bunu açdım, yenisini inşallah imkan olduqca alacağım, amma belə bir imkan fəsiki yoxdur. Belə, oy, inanırsınız ki, elə yorğunum. Hətsiz. İnşallah, baxın, aboylarım belə oldu, aboylarım. Çox sevdim bunları. Bilim, dəzgahın üstünü götürəcəm, bunlar heç amma təmizlədim. Benim beşiyle kulaşlandı və pus pus. Baxın, bura belə oldu. Bura babanın otağı. Bura elə işin müvəqqəti belə bir şufanel qoyduq. İmkan. Yatanda dəyişəcəm bunu inşallah. Hər ki o imkan yoxdur. Belə divanda üstünə xalça açdım da. Divan şey. Amma belədir. O patışkaları mən o bir yerdəki ilə getirmişim. Deməli, axşam sadəcə 12-də mən işlərimi bitirmişim. Burada bir şeyim qalıb. Bir korku yerləşdirməsi. Evim belə oldu dostlar. Baxın. Sakit. Bu babanın otağı. İsmailisi. Buraya bu mənim mətbəxim. Bu bankaları götürəcəm. Tam yerləşə bilməmişəm. İnşallah ki yerləşəcəm. Bu mənim koridorum. Belə bir çərçivəmiz var idi. Bunu koridorda dəyərləndirdik. Baxın. Oy. Bu formada oldu. Naz qaç oradan video çəkirəm. Deməli, bu da uşaqların otağı. Hamısını temizdirmişəm. Mamini də temizdirmişəm. Mamin yemək yiyir. Yeməyini tutub düşəcək. Все. Baxın. Burada gedək aynı bəndə qədər göstərim. Burada sabah aboy işi gedəcək dostlar. Sulu aboy. Birisi bu qism aboylanıb. Bu yanlar qalıb. Sabah bu yanlar aboylanacaq. Bu güllər onda yer bir yer eləyəcəm. Bunlar zaten gedəsidir buradan. Bu da mənim aynı bəndim. Deməli dostlar. İlk evə bazarlıqlarımızı elədik. Bunları yerləşdirdikcə paylaşacağım. Burada aylıq bazarlıq var. Hələ bir qismi də gəlir. Belə göstərim. Həyatda məsələn kisə kartof, kisə soğan da almışıq. Deməli dostlar getdik bazara. Aylıq bazarlığımızı elədik. O anları çəkmədim çünki fikirləşirəm ki sıxıcı olacaq. Amin. Üçün sıxıcı olacaq. O anları çəkmədim amma nələr almışıq hər birini paylaşacağım. Və hələ bir ki yeni bazarlıq etdik ki kön bazarlıq daha yaxşı olar. Deməli dostlar, burada səsləndirməni üstdən etməli oldum. Çünki aldığım məhsulların paketlərin səsindən heç bir şey anlaşılmırdı. Burada ev üçün aylıq bazarlığımızı elədik və bir onları sizə göstərirəm. Biz kön bazarlığımızı dostlar Bazar Store'dan, böyük supermarketlərdən eləyirik. Çünki Bazar Store'un endirim kampaniyaları daha çoxdur. Bu bir reklam deyil. Hamısına yəni məbləğ verib məhsulumuzu almışıq. Deməli, burada dostlar baxın, makaronlar aldım evimiz üçün, şirniyyatlar, çay üçün istifadə etməyə, mərci, əti,
yağı, hər bir şey, yəni məhsul gördüyünüz hər bir şeyi endirim şəkildə almışıq. Bu SMS səsləri olmasa daha yaxşı olardı. Mənim mandarin əslində sezonu başlayıb, amma istifadə etməyi xoşlamırdım. Çünki hələ turş bir şeydir, amma adlı istədiyi üçün aldım. Burada düyülər aldım. Sultan basmati düyüsü. Onu da nəyə görə almışıq? Oktyabrın 4-ü Aminin ad günüdür və Aminin ad gününü istifadə etmək üçün plov bişirəcəm və Aminin zakaz tortunun əlavə özüm tort eləmək istədiyim üçün belə finalın yağlarından aldım. Burada tez-tez səsləndirirəm deyə üstdən orada nə danışdığımı ümumiyyətcə bilmirəm. Çünki səslər həqiqətən anlaşılmırdı. Burada biberlər aldım. İnanırsınız ki, o qədər indirimlər var idi ki, çox yəni xeyir oldu bizə, yararlandıq bütün indirimlərdən. Və ədviyyatlar aldım yemək üçün. Şalvarı xoşlayır. Biraz çonkalar aldım. Dediğim gibi çok çiğ aldım. Ona göre kol aldım. Tomat aldım. Tuz aldım. Her şey artık almış ki dostlar. Mesela bizi bir ay yarım bu məhsulu idare eləyir. Ona göre. Arkadan gelen səslərə fikir vermək yoldaşına babası. Dinləyim. Bir tane de bu yağdan aldım. Ana babamın çok hoş durum. Bəziləri deyəcək kər yağı belə ama ondan da hoş durum. Hem bütçəmə də uyğun, bir dadı sevirəm. Bir tane belə. Səs vesaire yemək üçün pendir, mayonez, soğuqdan hemen pişirirəm. Bir de bu şeyler dostlar, qalyatinalar endirmə düşmüşdü 3 manata. Bir tane götürdüm probçun, yaşaysa yenə götürəcəm. Bir de ben çok şirin yağı toplamayı sevirəm. Tokitonun konfetlərindən aldım. Səhər yeməyi yağ. Evet, bir tane çöp toyuq aldım. Burada ətmə soğanı var. Göstereyim. Sonra kuyruq aldım. Bunlar bakmadılar. Atmışımdan kesip yapalım. Hemen de kanat aldım. 1 kilogram. Bizde yiyilir da yani. Hoşluyor. Keçirden hiç tane aldım. Bunu da tapadım. Nasıl alabilirim. Bir de döş et aldım. Ben döş etinden katıklan da ederim. Ona göre keçirden bunları. Belki buradan örtüyorum. Oy. Dostlar. Çok etmeyecek. Böyle şirin yağı. Böyle şokolat yağı aldım. Nasıl hoşluyor sevdiğimi. Sonra vanilya falan. Kabartma tozu aldım. Nohut aldım. Dolga yağı. Kışın mağlupta dolga. Böyle aguşalar aldım amin için. O çok sevir. Bir de böyle bankada olanlarından aldım dostlar. Bakın. Həqiqətən tövsiyə edirəm aguşa. Uşaqlar çox sevir bunları. Həm də sinir vitaminləri var. Prob eləmişəm bu dəfələrlə almışam bu məhsulları. Keçelim bu günlərimi. Ben bir tane de şivallarını böyle makaron aldım dostlar. Bu yani bizi idare ediyor da bu. Bu adi sular. Allah herkese bu hissini getirsin. Göz hakkımızı alır verin. Allah darda olanların dayağı olsun. İnşallah. Böyle yağ aldım. Duru yağ. Mesela kilogramda bu. 5 kilogram. Ben bile duru yağ aldım. Süt aldım. Çelekli. Bir tane böyle sarı süt var. Onu da göstereceğim. Onu da aldım. Ben tuttuğum şirin yaptığı. Bir de ben böyle karşa veririm. Nestle'nin karşası. Ben almışam moruk çeyrek alma. Böyle bir karşa almışam. Onu sever dediğim gibi. Yine yoğurt. Sonra bakıyor. Bir tane böyle bulyon almışam. Ben bulyonları çok hoşlanıyorum. Çünkü yemeğin tadını değişiyor. Kabakını seviyorum. Bir tane böyle etli bulyon. Yani böyle kızım. Yumurta aldım işte yumurta. Bir de dostlar böyle yumurta aldım. Çıka. Kələm. Bununla çilədim akşama. Sonra higienik baxımdan. Baxın belə. Evdə doğum şampının saç dökülməsinə qarşına istifadə edirəm. Bunları hamama birləşdirdim. Bir tane koltuk altı dezodorant aldım. Bir tane özüm aldım. Sonra böyle üçlü sabunlardan aldım. Daha ekonomiktir. Uşaqlar istifadə etmir bundan. Qonaq gələndə istifadə edilir. Bir tane özüm üçün bunu almışam. Bu onun əl sabunu. Həqiqətən çox qəşəng sabundur. Özüm üçün almışam. Bu üçün də Siyosun şampunu vardır. O xoşdur. Siyosun şampundan istifadə edir. Sonsuz bəylər üçün gidiyor. Nasıl bir? Deməli dostlar, bazarımız burada bitdi.
Burada da Aminin qəbizliyi var deyə ümumiyyətlə şınt cihazı başının qarın hissəsinə bağlıdır. Deməklə bağırsaqlarını düzgün hərəkət etməyə qoymur. Ona görə qəbizliyi çox olur. Ancaq dərman vasitəsilə üzr istəyirəm, böyük bayra çıxa bilir. Ona görə ona Butulatın dərmanından istifadə edirəm. Bir daha hazırda 2-3 gündür bayra çıxmır. Ona görə Glizmildən aldım. Onları istifadə edəcəm. Bir də simes aldım. Malitka Gold. Əslində deyəcəksiniz 2 yaş var, niyə simesdən kəsmirsən? Dostlar, Aminin inkişafı digər uşaqlardan biraz geridə olduğu üçün Amin simesi buraxa bilmir. Normal qidalardan istifadə edir, amma simes o yeməsə yatmır. Onu hal-hazırda kəsmək istəmirəm, çünki yenə deyirəm, normal uşaqlar kimi inkişafı normal deyil. Bir dənə də onun üçün belə şampuan aldım, göz yandırmayan. İşte bu qədər. Deməli, bazarlığımız burada bitdi. Aldığım məhsulları belə göstərim sizə. Deməli, bu qədər məhsula bu yerdə də var. Məsələn, baxın, burada da var. Bunlar da var. Xalcenikə, məsələn, pomidoru zadda qoymuşam. Ətlər xalcenikdə. Qoyuq ət də almışam. Fidan əti də almışam. Sorum qənət də almışam. Bu qədər hamısına bazarlığın 235 manat pul ödədi. Uşağın dərmanları ilə bir yerdə 260 manat pulumuz çıxdı. İnşallah ki, sizin üçün maraqlı olar. Vamos a fazer. Yeter. Sapmayan şey var. Bir de orta olan şeyler. Yukarı bak. Ne yaptın? Ama gideceğiz. Şöyle değil. Ay şimdi çok orada da hava vardı. O ha. Şuradan düşüren kaldı haberi var. Hayır gidip. Şöyle yani. Küreği kaldırıyorum. Orada koymadı. Getir maşanın içinde Sana sakla. ben de. Öyle derin çıkıyorlar. Ne yapalım var ya şimdi? Açık ama. Açık doğru satılıyor yani. Evet Allah. Tam işte ne koyuyorsun? Sürüm duruyor. Diğerini var da. Aklına ne koyuyorsun? Görürsünüz ben sataşmak mı? Görürsünüz bu kullanayım. Görürsünüz. Güzel gidiyor mu? Motorla. Bunun kapağı var ya tamam. Var orada koyanda sıkmasın değil mi? Orada sıkmasın. Al lan. Bunu böyle koy. Sıkma. Gel. Onu kapalı dur. Bunu sıra. Gel.
Yer yoxdur. Afiyet olsun. Sen Allah'ın hamısı oradan çıxıb acıq. Allah'ın bir bir dənə gül yıxanı var əlavə. Ha? Yoxdur deyir. Lakin bunu göstər. Hələ ki də fazla bu. Çağ. Baxalım. Hə, düşə bilərsən. İcazə versən. İcazə ver. Tozu deyir. Bir də bu var ya, bir dənə krib olmasan. Ayda bu krib oldu. Bundan 10 dəfə mən xəstələnsəm yaxşıdır. İnanırsınız ki, çox mülayimdir. Çox sakitdir. Yalansa bunu sakit ilan vursun. Vursa sən ilan. Kimi vursan? Ya. Dedə. Dedə. Ya. Baxırlar. Bilir ki, qohum əqrabadan kimisə desə, hamısı izləyir. Eləmə tamam. Neyse dostlar, özünüzden müğayət olan kanalımıza abunə olmağı, dəstək olmağı unutmayın. Hər bir abunə bizim üçün önəmlidir. İnşallah ki, bəyənərsiniz. Hələlik. Yan-yana eləyəsən. Amma arala da onu. Nədir adı? Özbək nəyi? Özbək gözəl səsi. İndi mən görəndə kişi video çəkir, arvad işləyir. Bir dənə qəşəng gül olmuşdur, gələm. Rayon qızı sənsən, mən yox. Bu gələm qız. Şəhər adamı nə bilsin, nədir? Gələm gülünü. Deməli dostlar, bir gün Adil bizə gəlib birinci dəfədir. Həyətimizdə kəvər görüb. Dolğaya qatırıq ya. Aytəkin deyir, həyətinizdə nə qəşəng səmərlər bitir. Səmən yoxşuyur da. İndi aldığım torpağı da gətir mənə. Baxın, və bir qızım. Buna baxın. Qara rəngdə aç. Bu qara da deyil əslində. Birazdan gün işığında qara görsən, amma şərab rəngidir. Kökündən ehtiyat elə. Kökünü də belə parçalayarsan, torpağını. Tut orada, tut orada. Aşağıdan da elə. Qalxırsan, aysa bax orada torpağını. Köktür ki, o yeni torpaqla cəmləşsin. İndi o torpağı altdakini qarışdır. Həyatım, altdakı torpağı qarışdır. Hamısını bir-birinə qat. Buna baxın, nə gözəldir. Yəni, buraların hər yerin güllər eləyəcəm. Aha. İndi arala onu. İri olan daşları tuğla. Çünki aç. Все. Al indi bunu. Aha. Ay sağ ol. Bastır geçsin. Arkalarına değil ha. İndi bunları hərəsinə biraz çox az. Bunları şarıltı su dökmək olmaz şılanqdan. Bir dənə qava al, gətir bir dənə sula, все. Hemen baxın dostlar, burada da bu ev üçündür, evə. Baxın buna, pomidor gili. Trop üçün almışıq, yaxşı olsa artıracam ondan. Bir tane çay suyun içine biraz söhbət eləyək. İnanırsınız ki, evdən səhər çıxmışlar dostlar, düz səhər saat 10 işləmişdi. Elə bir ki, köhnə evimizin təslim verməliydik artıq. Daha doğrusu təhvil verməliydik, pardon. Təhvil verməliydik. Ona görə getmişdik. Kağıtları falan verək, evə baxsın, gələk. Sonra fikirləşdik ki, aylıq bazarlıq zaten eləyəsidir və qərar verdik ki, aylıq bazarlığımızı eləyək. Deməli dostlar, evləri hələ ki orta tam yaxşı yox, yığışdırmışam, yerləşdirmişəm. Sadəcə qızımın dolabı gətirəndə stolar qırıb. Ona görə bugün gəlib onu dəyişəcəklər. Ona görə uşağın şkafına heç bir paltarı hələ ki yığa bilməmişəm. Biraz ortalığı hələ ki qarışıqdır. Çünki tam yerləşə bilməmişəm. Versin mənim köhnə kuxna böyük idi. Bura biraz ondan balacadır. İndi burada uyğunlaşacağım. Qablarım dəhşət çoxdur. Mən ümumiyyətcə öz cihazlarımdan istifadə etməmişdim, gətirməmişdim rayona. Çünki kirayədə yaşayırdıq biz əvvəllər. Hələ bu evimiz, o birisi keçmiş evimizdə olmadan öncə. Düşünürdüm ki, mən kirayədə gətirəcəm, qablarım hamısı batacaqdı. Onu mənim anam min bir əziyyətlə qazanıb, atam min bir əziyyətlə qazanıb bu cihazı tamamlayıb. Ona görə öz cihazlarımdan hərəsindən 12-12 belə istifadə edirdim, amma mənim anam cehiz çox verib mənə. Hamısı, nə bilim, 48 ədəd boş qab, nə bilim, stəkanlar filan, hamısının artıqlaması ilə fikirləşən 2 dənə qız götürmək olar həmən cehizlə. O qədər malım çoxdur. Hələ yenə də bir qismini gətirmişəm, digər qismi anam göndərdi, çardaqda durur. Çünki yerim yoxdur. Fikirləşirəm ki, onlar da hamısı krustol bakkallar filandır. Onlar axı dəbdə necə düşmür. Mən də artıq burada ehtiyacım olmadığına görə düşündüm ki, qızım gələcəkdə qızım üçün cehizlik öz cehizimdən ona xatirə verərəm. Ona görə saxladım orada. Hər ki orta vəziyyətdə nasıl yığışdırmışam, tam vəziyyətdə deyil. Kaldorma xalça almalıyam. Öz otağımın xalçası var dostlar, sadəcə yuduzdurmaya gedəcək o xalça. Ona görə qalıb. Bir də aynı bəndim üçün xalça istəyirəm. Onda hər ki imkan yoxdur, çünki bütçəmiz artıq bəlirli bir
yerdədir. Ona görə onlara hər iki büdcə yoxdur inşallah. Önümüzdəki aya düşünürəm ki, bunları da aradan qaldıracağıq. Məsələn də həll eləyəcəm. Babanın otağına da dostlar, babanın yoldaşımın babasıdır. Yoldaşımın babasının gözləri bir gözü ümumiyyətlə görmür, digər gözü də 10% görür. Ona görə onun otağını müəyyən olduğu qədər, bacardığım qədər boş saxlamışam. Sadəcə taxtı var, televizor var, dolabı var. Çünki o gözü görmür deyə o məsələn hiss eləyərək gəzir. Yıxıla bilər, eləyə bilər. Ona görə onun otağına xalça açmırıq. Digər evimizdə, köhnə evimizdə də onun yoldaşı da elə eləyirdi. Mən də ondan davam gətirirəm. Çünki özü də istəmir. İlişə bilər, yıxıla bilər. Məsələn bayaq hamama girdi burada. Elə bir ki, duş oradakı kimi deyil, tamam fərqlidir. Ona görə orada yıxılmaqdan qurtardı, krant falan qırıldı, ilişdi. Ona görə fikirləşən cüzi bir şey belə onun yıxılmağına səbəb ola bilər. Ona görə qorxuram açığı. Çünki baxmayın yaşlı adamdır. O uşaq kimi də lazımdır. İnanırsınız ki, bəzən düzdür, səbirlərimi zorladığım momentlər olur. Çünki yaşlı insandır, anlayıram. Hamımız yaşlanacağıq, təbii ki, böyüklərə hörmət etirə bilmərik. Sadəcə biz gənclərin də müəyyən bir səbir hissəsi var da. Çalışdığım qədər mən o daşan hissəyə kimi gətirmirəm. Həm də fikirləşirəm ki, məsələn, o da bir uşaq kimi də hal-hazırda. Heç kimi yoxdur. Düzdür, əslində qızı da var, oğlu da var, amma heç kimi yoxdur. Onun gözündə heç kimi yoxdur. Sadəcə mən varam. Mən də bacardığım qədər baxıram Allahıma xatir. Və baxıram ki, yaşlı insandır da fikirləşirəm gələcəkdə mənim atam da elə yaşlanacaq. Anam o dərəcə yaşlanacaq, mən özüm yaşlanacağam. Heç kimi bilmək olmur. İnşallah ki, Allah uzun ömür versin. İnşallah ki, daha da yaxşı olar. Gözləri də açılar, nə bilim, möcüzədir də. Bu arada dostlar, oktyabrın 4-ünün ad günüdür. Biz elə bir ki, 2 yaşı tamam olur. Biz bir yaşını qeyd eləyə bilmədik. Nə mənada? Restoran danışdı, tort filan zakaz elədi. Amma oktyabrın 3 yoldaşımın nənəsi rəhmətə getdi. Bizim evimizdə. Rəhmətə getdi deyə 4-ünü təxirə salmalı olduq. Hər şey batdı, getdi də beynimiz filan. Nəysə, bu da bir qismət imiş. İndi də əslində fikirləşirdik 2 yaşını qeyd eləməyi. Amma ki, restoranda keçmək istədim. Amma atam burada yoxdur, Rusiyada işləyir. Gəlib çatmadı, alınmadı deyə. Eləyə bilmədim, amma ailə arasında geçmir. Ad günü eləyəcəm. İnşallah oradan da kadrlar paylaşacağım. Bir iki ailə üzvlərimdən, sevdiyim əzizlərimdən dəvət eləyəcəm ki, inşallah gələ bilənlər gələcək. Gəlməyənlər də amin o qədər çox sevənlər var ki, siz izləyicilər olsun, qohum əqrabalarında olsun. Bilirəm ki, gələ bilməyənlər belə ürəkləri, duaları məndəndir. Allah hər birinizdən razı olsun. Allah hər kəsin evində övlad səsi, övlad nəfəsi qismət eləsin. Allah olmayanların arzusuna çatdırsın. Sağlam övlad, sağlam ailə, xoşbəxt ailə qismət eləsin. İnşallah ki, ad gününə az qalıb sayılı günlər. Onun üçün tort üçün şeylər almışam. Tort mən şirinliyə çox bişirməyə xoşlamam. Nəyə görə? Şirin şey yapışır, eləyirdi. Ora-bura mən təmizlik xəstəsiyəm. Zəhləm gedir elə şeylərdə. Yoldaşımın babası amin oynadır. İndi amma tort üçün şeylər almışam ki, özüm bişirmək istəyirəm. Düzdür, zakaz tortu olacaq o öz yerində. Amma ki, nə bilim, bir dənə tort mənim özüm içimdən gəlir ki, bir dənə bişirim, hazırlayayım, özüm eləyim o amin üçün. İnşallah ki, yaxşı eləyərəm. Kadrlardan hissə-hissə bacardığım qədər vaxt tapdıqca qoyacağım. İnşallah yaxşı olar. İnşallah dostlar, siz də xahiş edirəm kanalımıza abunə olun, 1000 abunəni bitirək. Həqiqətən bizim üçün o çox önəmlidir. Bilirsiniz, mən bu kanalı ailəmə dəstək üçün açmışam. Bir ehtiyaclı övladım var və 2 sağlam övladım var. Ondan əlavə mən ehtiyacları üçün açmışam ki, ailəmə müəyyən bir yerdə dəstək ola bilim. Çünki bilirsiniz, ehtiyaclı övladım olduğuna görə mənim işləməm mümkün deyil. Çünki mən inanırsınız ki, bəlkə də yaxşı baxan dayələr var, amma mən heç kimə aminə etibar eləyə bilmirəm. Ən doğma anam da belə. Ən doğma anam da belə. İnanırsınız, yenə də məndən də yaxşı baxıram. Yenə də ürəyim orada qalır ki, bəlkə nə bilim, nəyisə əski eləyər də bilmədən eləyər. Amma ki, mən onun hər şeyini tamı eləyirəm. Saniyə səsi belə çıxmadan mən saniyə uşağınca hər şeyini hiss eləyirəm. Baxışından bilirəm problemini, yaxşıdırsa yaxşı olmağını. Ona görə bu YouTube üzərindən dəstək olmaq qərarına gəlmişəm. İnşallah ki, siz də bizim kanala abunə olarsınız, bəyənərək izləyərsiniz, sevərək izləyəcəyiniz bir ailə olaraq və siz də bizim ailədən biri olarsınız. Özünüzdən müğayət olun, Allah'a əmanət olun. Bu videonun davamı gələcək inşallah. Davamını da paylaşacağım. Uzun bir vlog olacaq.